Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Sosial şəbəkələrdə söyüş bloqeri kimi tanınan Qabil Məmmədovun yoxa çıxdığı haqda məlumat yayılıb. Axar az xəbər verir ki, Qabil Məmmədovun həmkarları canlı yayımda ona zəng etdiklərinin, ancaq onun cavab vermədiyini nümayiş etdiriblər. Eyni zamanda onun ailəsinin də telefon zənglərinə cavab vermədiyi iddia edilib. Qabil Məmmədovun 2 gündür canlı yayım açmadığı da vurğulanıb. Qeyd edək ki, olayla bağlı sosial şəbəkə istifadəçiləri kəskin reaksiyaları ilə seçiliblər. Bəziləri bunu şou adlandırıb, Qabilin və ətrafındakilərin növbəti oyunu sayıb, bəziləri isə həddən artıq ağır ifadələrinə, söyüşlərinə görə Qabilin öz-özünə yoxa çıxartdığı, daha doğrusu gizləndiyini bildirib. Daha bir maraqlı məqam isə Ramiz Mehdiyevə qarşı ittihamlar irəli sürülməsindən sonra baş verənlərdir. Bəzi iddialara görə xaricdəki söyüş blogerləri ənin maliyyəsi Ramiz Mehdiyev və PAN-ın sabiq şöbə müdiri Əli Həsənov tərəfindən təmin edilirmiş. Hazırda bu sistemin ifşası ilə söyüşçülər əqeybə çəkilməyə başlayıblar.